Daha bir hərbi qulluqçumuz Ermənistanın mina terrorunun qurbanı olub. Cəbrayıl rayonunda xidməti vəzifəsini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kiçik Gizir Əskər Musazadə dəfn edilib. O, doğulub boya başa çatdığı Lənkəran rayonunun Göyçaban kəndində bastırılıb. Hərbçinin dəfn mərasimi başa çatdıqdan sonra Azərbaycanın dövlət bayrağı şəhidin atası Nicat Musazadəyə təqdim olunub. Qeyd edək ki, partlayış nəticəsində ağır xəsarət alan Əskər Musazadəyə ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluqda və Dövlət Sərhəd Xidmətində araşdırmalar aparılır. Allah dövlətimizə, xalqımıza səbir versin. Allah hamımızdan da razı olsun. O uşaq vaxtından marağı çox idi. Hərbi xidmətdən gələndən sonra da elə öz istəyi ilə biz İstəmirdi o qədər də hərbi xidmətə getməyin, amma özünün çox istəyi var idi uşaq vaxtından. Ona görə də sərhəd qoşunlarını seçdi. 3 il yarım, 4 ilə yaxın bir müddətdir ki, orada xidmət edirdi. Axırıncı dəfə də keçən həftənin bazar günü gəlmişdi, ad günü idi. Ad gününə gəldi, getdi. Mina düşüb əzrə. Səhər tabutu gələndə gördüm inandım. Bayraq alıb vermişdi mənə gələ saxla bunları. Nə vaxtsa sənə lazım olacaq. Şəkillərini verirdi. Məndən deyirdi, bunları yadigar saxlayacam. Vaxt olur, məndən deyirdi, bunlara baxarsan, məni yadına salarsan.